Soyuq havaların ən sevilən dadı məhz bu şorbadır. Yağış yağan kimi bizim evdə mütləq şorba bişməlidir. İndidən deyim ki, isteyə uyğun şorbaya mal ətindən hazırlanan balaca küftələr də əlavə edə bilərsiniz. Keçək şorbanın hazırlanmasına. Əvvəlcə rəndələdiyim kökləri qazanda biraz qovururam. Sonra ədviyyatlarını əlavə edirəm ki, ətri bütün mətbəxə yayılsın. Köklər, ədviyyatlar qovurulandan sonra üzərinə qaynar su və vərməşlə əlavə edirəm. Şorba qaynayana qədər kənarda yumurta, un və biraz limon suyunu qarışdırıram. Topa qalmasın deyə yaxşıca qarışdırmaq lazımdır. Sonra şorbadan bir çömçə götürüb bu qarışımın içinə əlavə edirəm. Tam duru hala gələndə onu da qazana əlavə edirəm. Son toxunuş doğranmış şüyüddür. 1-2 dəqiqə qaynadıqdan sonra şorbamız hazırdır. İsti, dadlı və tam soyuq havaların havasına uyğun şorbanı mütləq hazırlayın.